on the dishes, now I'm back on my feet. Just a man and his will to survive. So many times it happens so fast. You trade your passion for glory. Don't lose your grip on the dreams of the past. You must fight just to keep them alive. It's the eye of the tiger, it's the thrill of the fight. Rising up to the challenge of rival. And the last non-survivor stock is playing the night. And this watching is only the eye of the tiger. Face to face, out on the heat, hanging tough, staying hungry. They stick the arts, still with the tools in street for the kill, with the skill to survive. It's in eye of the tiger, it's the thrill of the fight, rising up to the challenge of rival. And the last non-survivor stock is playing the night, and this watching is only the Nigar, neceydi bizim pələngimiz? Xoşunuza gəldi pələngin çıxışı, maska özü, mahnı. Buyurun. Oğlandı, dəqiq oğlandı. Yox. Və mən düşünürəm topuş Yox. oğlandı. Kişidir bu. Bığları da var. Kişidir. Var, bığları dəqiq var. Aha, buyurun Kişidir, Nigar. oğlandı, bilmirəm. Amma topuş insandı mən düşünürəm. Maska ilə sizi elə aldada bilərlər ki. Hər şey ola bilər. Murad, siz dediniz ki, yox. Bəs kimdir sizcə? Dedim oğlan deyil, kişidir. Mən açıq deyim də, açıq belə səmimi söhbət eləyək də. Mən düzdür, burada müzakirə zamanı bir neçə adlar söylədim. Amma mən Pələngi təbrik edirəm ki, mənim kimi dedektiv hələ tam 100% çıxara bilmir ki, kimdir o. Hələ də suallar altındayım, ona görə ad çəkməyim. Murad, amma Biraz müzakirə edək. bu mövsüm ümumiyyətlə ictimai televiziyanın komandası elə bir ab-hava yaradıb ki, hamı çətinlik çəkir. Keçən mövsümdə əgər heç kimin adını mən tapa bilmirdimsə, bu mövsüm sizlə bərabər olmaqdan xoşbəxtəm. Söz və qüvvət. Amma keçən mövsüm maskalar da özlərini yandırırdı. Bu mövsüm maskalar da güclü oynuyor. Faik Ağayev, sizə davam edəyək. Necədir çıxış, maska özü? Mən Nigar Camalla tam razıyam ki, belə çox bomba iştirakçıdır, çox gözəl maskadır, çox gözəl nömrə bəxş elədi bizə, çox qəşəng. Mənim ehtimallarım var. Düşündüyümə görə kimdirsə bəy façlıdır təbii və kimdirsə belə həyatda toppuş olan birisidir. Bəri başdan söyləyə bilərəm ki, bəlkə bu maskanın arxasında gizlənən Kazımcandır. Halalı xoşunuz. Mənim variantım idi, mən dedim özdə. Amma qeyd edeyim ki, tükləri qalındır ya. Ola bilər ki, o sizi aldadır maska. Buyurun Coşkun bəy. Bizim şirimiz, mən istəyərdim ki, orada pələngimiz. Yaxşı da sən də əsəbləşmə. Dırnaqlarımı da tutmusan. Nəysə. Coşkun bəy sizə kostyuma baxanda ringə dəvət eləmək istəyir. Ona görə.
Çaşdın? Bax ha, sən alovsan, o da göydür, səmadır. Yağış üstüvə gələr, sönərsən. Üstüvə ha. gələr. Elə şey eləməklə, professora ilişməklə, yağış kimi yağar sən buludlardan. Nədənsə burada variantlar var idi. Eltonu da orada hiss eləyirəm. Əgər Maraqlıdır. sən məni aldatmırsa. Bu Samir Piriyev də ola bilər. Samir. Zor versiyadır, zor. Kamilə xanım. Bayaqları bizim yaraşıqlı ecazkar pələngimiz mahnısını ifa eləyəndə durdum ayağa, yaxınlaşdım Murada. Dedim ki, ay Murad, səncə kimdir? O da deyir ki, məncə Kazımcandır. Deyirəm, mən də tez qaça-qaça gəldim, belə çox sadəlöf insanım da mən. Hə. Qaça-qaça gəldim dəftərimlə ki, bax, mən də yazmışam bura. Mənə deyir, sənə Faiq deyib də. Deyirəm, valla mənə deməyib. Deyir, yox, oradan mən dedim, oradan da gəldi, buradan da belə. Bax, belə. Valla mən özüm yazmışdım. Mənə deyir, sən məndən eşitdin. Deyirəm, yox sən sonra masadan eşitdin. Deyirəm, valla özüm yazmışam. Bax, indi əgər o maskanın arkasından günün bir günündə əgər Kazımcan çıxsa, nə olar əziz tamaşaçılar, məni alqışlayın da, xahiş eləyirəm. Kamilə xanım, öz də birinci Murad alqışladı ya. Sağ olsun Murad. Məncə Həm maskadan sonra qonşudur. barışacaqlar. Maskadan sonra barışacaqlar. Gəlin indi maska, yəni pələng özü haqqında 2 məlumat verəcək. Biri doğru, biri yanlışdır. Auditoriyamız hazırıq-mı? Və biz onlara kömək eləyəcəyik. Təbii ki, alqışlarınızla. Özü haqqında 2 məlumat verəcək. Biri doğru, biri yanlış. Pələng buyur birinci məlumat. Xaricdə təhsil almışam. Xaricdə təhsil almışam dedi. İkinci məlumatı dinləyək, ondan sonra səs verərik. Bağımda Royal formasında hovuzum var. Məndə bağımda Royal formasında hovuzum var dedi. Beləliklə, o dedi ki, xaricdə təhsil almışam. Sonra dedi ki, bağımda Royal formasında hovuzum var. Birinci məlumatı daha çox təsdiqlədi auditoriya. Bilmirik, detektivlər siz nə fikirləşirsiniz? Məsələn, Coşqun Rəhimov. Mən Samirin bağında olmuşam. Var Kimin? onda belə hovuz var. Hansı Samir? Piriyev. Aha. Royal formasında olmuşam. Zarafat deyilirəm, siz deyiləm. Variant deyirəm də. Sən də bayaqdan Mən Samirin bağında deyilirəm. Amma dəvət eləsə gedərəm. Murad, nə fikirləşirsiniz? Valla maraqlı variantlar var idi. Hamısını da mən demişdim, düzdür. Sacıraq, üstündə dayandığım bir ad yoxdur və bu məhz pələngin özəlliyi və istedadıdır ki, mənim pələnglə bağlı variantım yoxdur. Faiq Ağayev. Xaricdə təhsil. Xaricdə təhsil. Kimdir? Kim? Özdə ki, mənim fikirləşdiyim adamdırsa, başqa bir ölkədə də maskada iştirak edib. Yusif Eyvazov. Xaricdə Milanda təhsil alıb. Rusiyada, bəli, Rusiyada maskada. Səsini dəyişə bilər. Amma Yusuf belə kök deyil axı. Yusuf bu arıq da deyil, arıq da deyil. Çox iyi bir şər pələngdir bu. Əla variant. Bəlkə Yusif Eyvazovdur. Çox qəşəng variant. Çox maraqlı versiya Faiq Ağayevdən gəldi. Mən bir şey deyim. Buyurun Murad. Azərzadə ola bilər. Məhz Azərzadə bizim çox istedadlı ifaçımız hansı ki, xarici ölkədə təhsil alıb. Buyurun Nigar xanım, siz nə fikirləşirsiniz? Mən söndüm. Bəli, söndünüz? Söndüm, bilmirəm. İstediyi ona görə. Coşqun Mən bəy, ümumiyyətlə siz isti Kamiləni qızam, söndürdünüz, isti qızam. Mən amma isti- Kamilə yox, Ay, Nigar yox, sönüb Kamilə orada. sönmür O pult ki. da sönmür, onu gələ O sönən deyil. ümumi çıxardasan. Vallahi. Ya da ümumi yandırasan. Buyurun Nigar, sizi dinləyirik. Mən Azərbaycan nə bilmirəm. vaxtsa nüvə enerjisinə keçsə, gərək o elektrostansiyanın başında Kamilə dursun. Onun enerjisi tükənməzdir. Üzr istəyirəm, gözəlim. Sevirəm səni, canım. Nigar xanım, məsələn, xaricdə təhsil alan hansı məşhurları tanıyırsınız, ölkə məşhurlarından? Heç biri. Samir Cəfərov ola bilər. Samir Cəfərov nə qəşəng adlardır. Samir Cəfərov ola bilər. Üstə düşürək fikirləri. Bu nə?
Deyərdin də tezdə. O da İtaliyada, bilməm Dəqiq, Milanda dəqiq. yoxsa harda, amma o da vokal üzrə dərs keçib, təhsil alıb xaricdə və bayaqki belə dolğun, qəşəng belə səs də hərdən bir toppuş olur, belə yumru olur, gözəl, yağlı olur. Bax o gözəl səs Alqışlayaq. Samirdə də Çox ola bilər. gözəl. Nigar, bəs ölkə məşhurlarında kiminsə bağında siz rayol formasında hovuz görmüsünüz? Mən onların bağında neynirəm? Kişinin bağında mən neynirəm? Nə bilim Instagram var, nə bilim oradan buradan işlə bilərsiniz. Bəlkə Kamilə deyib, bəlkə Faiq Ağayev deyib. Yox, mən demərəm belə şey. Çünki Demərsiniz. əgər onun doğrudan da bağında, royal formasında hovuzu varsa, Vergilər Nazirliyi ondan çox maraqlanacaq. Qoy bir dənə sual verim də, Coşqun. Rafael xaricdə təhsil almayıb. Rafael yox. Rafael xaricdə. Qruplaşma Yox, gedir, yox. qruplaşma gedir. Yox, Coşqun bəy, Bəli. buyurun sizin fikriniz. Deyən bura yazmışdım. Deyən Kamilə 800 manat. Murad 300 manat. Nigar 600 manat. Mənim sənə borcum yoxdur. Yo, bu borcludular mənə ona görə. Toyun qiymətləridir Borc bunlar. dəftəri, borc Nə dəftəri. danışsan, bu toyun qiyməti, bunların qiyməti yoxdur. Nə danışsınız? Məndən sonra. Hə, belə. Bu Samir Püriyevdir. Təşəkkürlər, minnətdarıq. Amma son olaraq hər birinizdən təbii ki bir təxmin istəyəcəm. Murad. Azərzadə deyib dayanaq. Aha. Baxaq görə sonra başımıza nə gəlir. Buyurun, Nigar. Hələ belə deyəcəm ki, Abbas Baxırov. Abbas Bağırov, Faiq Ağayev. Mənə vəh gəldi. Aha! Bəlkə də Nadir Qafarzadədir. Kamilə Babayeva, buyurun siz. Sabir Əhmədov. Çox sağ olun. Buyurun Coşqun bəy. Mən yenə səhnədə enerjisini tükəndirməyən Samir Püriyev. Təşəkkürlər, minnətdarıq. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Pələng maskası arxasında kimdir? Biz davam edirik və birinci qarşıdurma bitdi və birinci qarşıdurmanın səs verməsinə keçid alacağıq. Pələng burada. Birinci qarşıdurmanın birinci maskası. Qıratı dəvət edirik. Ay, biraz yavaş gəl, rəsəbləşirəm. Sakitləşin, sakitləşin. Pələnglə Qırat qarşı-qarşıya durdu. Baxaq görək, nə baş verəcək. Hörmətli auditoriya, biz indi iki maskadan birini növbəti mərhələyə, birini isə gözləmə zalına, yəni maskanı açmağa namizəd edəcəyik. Təbii ki, az səs toplayan növbəti mərhələyə keçid alacaq. Kim çox səs toplayacaqsa, o gözləmə otağına maskanı açmağa namizəd olacaq. Amma bunun üçün təbii ki detektivlər, siz danışacaqsınız. Kimin növbəti mərhələyə getməsini istəyərdiniz? Coşqun bəy. Mən şirpələngi saxlayardım, pələngi. Növbəti mərhələyə aparardı. Bəli, bəli. Kamilə xanım, bax bugün bu iki maskadan hansının maskasının arxasındakı məşhuru görmək istəyərdiniz? Kamilə! At. Atın maskasını Yox, at. görmək istəyirsiniz. Yox. Hə, Yox. növbəti mərhələdə görmək istəyirsiniz. Hə, aydındır. Nigar Camal, sizlə davam edək. Kimi məsləhət görərdiniz? Kimin bugün maskasının açılmasını istərdiniz? İki maskadan birini seçseydiniz məsələn. İkisi də maraqlıdır əslində, çox maraqlıdılar. Aha. Sadəcə mənim ən qorxduğum heyvanlardan biri pələngdir. Ona görə də mən seçirəm atı. Pardon. Siz atı növbəti mərhələyə aparmaq istəyirsiniz. Aydındır. Murad Arif. Valla mən bir şey deyim, yenə atla bağlı təsəvvürüm var. Pələngin həm performansı xoşuma gəldi, açığın deyim. Həm də ki, bu səsin arxasında konkret variant üzərində dayana bilmədim deyə mən pələngə şans verərdim şəxsən. Amma at zənnimcə səfaildir, ona görə də
biraz onun əsəblərini oynayaq finalda. 2-2-yə. 2-2-yə. Faiq Ağayev. Əziz tamaşaçılar, İkisini də saxlasınlar. 38 ildir sizin Ərköyün müğənninizəm. Alqışlayaq Faiq Sizi Ağayev. çox sevirəm. Məni çox sevirsiniz. Ona görə bax bu mərhələdə indi söyləyirəm ki, özünüz həll eləyin. Görün ürəyiniz sizə nə deyir, onu da saxlayın. Çox sağ olun. Təşəkkürlər Qəşəng. Faiq Ağayev. 2-2-yə, 2-2-yə. Və Faiq Ağayev dedi ki, özünüz bilərsiniz. Auditoriyaya qoyun özü qərar versin. Auditoriya siz indi səs verəcəksiniz. Əgər siz atın maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz pələngin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Qeyd edeyim ki, çox səs toplayan gözləmə otağına gedəcək və maskanı açmağa namizəddir. Beləliklə, səs vermə başlasın! Maraqlıdır, auditoriya kimə çox səs verib, gözləmə otağına göndərəcək və onu maskanın açmasına namizəd edəcək. Stop! Bu andan etibarən səs vermirik. Və maraqlıdır, görəsən kimi? Auditoriya gözləmə otağına kimi? Pələng! Qırat! Növbəti mərhələyə kim keçəcək? Kim? Nəticələr aydındır. Qırat deyirsiniz, Nigar deyir Qırat. Pələng! 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 Beləliklə növbəti mərhələyə keçir. Qırat! Bəli, Qırat növbəti mərhələyə keçid alır. Pələng isə gözləmə otağına gedəcək. Ola bilər ki, bugün sizi maskasız gördük. Hər ikinizi yola salırıq. Təşəkkürlər Qırat, təşəkkürlər Pələng.